Balakəndə Forest School təhsil yanaşması əsasında məktəblilərin fiziki və sosial bacarıqlarını inkişaf etdirməyə yönəlmiş Təbiətdə Macəra Kvesti, fiziki və ünsiyyət bacarıqlarının inkişafı adlı layihənin icrasına start verilib. Elm və Təhsil Nazirliyinin dəstəyi və Forest School Azərbaycanın mentorluğu ilə həyata keçirilən layihə çərçivəsində Balakənin 5 məktəbindən 100 şagird açıq havada keçirilən təlim və oyun əsaslı fəaliyyətlərə cəlb olunub. Bununla yanaşı hər məktəbdən seçilmiş 2 pedaqoq, ümumilikdə 10 müəllim 20 saatlıq açıq havada təhsil üzrə mütəxəssislik təlimlərində iştirak ediblər. Bir həftə davam edən macəra kvesti zamanı uşaqlar meşə ərazisində təhlükəsiz zonalarda təşkil olunan müxtəlif tapşırıqları yerinə yetirib, maneə zolaqlarını aşaraq təbiətdə sağ qalma və ətraf mühitə hörmət mövzularında praktiki bacarıqlar qazanıblar. Məqsəd uşaqların fiziki aktivliyini artırmaq, komanda işi və ünsiyyət bacarıqlarını gücləndirməkdir. Təbiətdə kompasdan istifadə etməklə uşaqlara orientirləri təyin edib, onlar xəritə üzərindən haman orientirlərə uyğun hədəfləri təyin edirlər. Çox möhtəşəm keçir bu layihəmiz. Demək olar ki, bir həftədən çoxdur burada məşğuluq və davamlı olaraq da bu layihələrin gəlməsini istəyərik. Bu layihəyə qoşulan uşaqlar ilkin olaraq əvvəl bu təəssüratı almırlar, amma daha sonra isə buradan getmək istəmirlər. Təkrar bu layihələri istəyirlər. Çünki həm burada sosiallaşmaq var, həm burada hərbi topoqrafiya var, coğrafiya var və onlar üçün çox macəralı keçir. Yəni bu layihələrin daha çox olmağı mən düşünürəm ki, həm uşaqlar üçün, həm müəllimlər üçün, həm də gəncliyimiz üçün çox yaxşıdır. Burada işlər necə gedir, təbiəti necə qorumaq lazımdır ki, balaca vaxtdan bəri belə şeyləri öyrənirik və indi də bunu tətbiq eləmək mənim üçün çox maraqlı olacaq. Təbiətə zərər verməmək lazımdır, yanğınlar yandırmamaq, tullantılar atmamaq lazımdır. Bu layihədə mən çoxlu şeylər öyrəndim. Kompas, dərəcələr, azimuz. Yəni bu layihə mənə həyatda çox şeylər öyrətdi.